Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin Qafqaz regionu üzrə ilkin qiymətləndirmələrinə əsasən, 2026-cı ilin qışı Azərbaycanda əsasən mülayim və dəyişkən hava şəraiti ilə müşayiət olunacaq. Sinoptiklərin məlumatına görə, qış aylarında uzun müddətli və kəskin şaxtalar gözlənilmir. Bununla belə, ayrı-ayrı dövrlərdə qısa müddətli soyuq hava dalğalarının müşahidə olunacağı istisna edilmir. Proqnozlara əsasən, Aran rayonlarında temperatur çox vaxt normaya yaxın və ya bir qədər yüksək olacaq. Yağıntılar əsasən yağış şəklində düşəcək. Dağlıq və dağətəyi ərazilərdə isə qar yağması və şaxtalı günlər mümkündür. Xüsusilə yanvar və fevral aylarında bəzi bölgələrdə qar örtüyünün formalaşacağı ehtimal edilir. Beynəlxalq Hava Proqnozu Platforması AccuWeather-in açıqlamasına görə, Bakıda ilk qarın 2026-cı ilin fevralında yağacağı gözlənilir. Bildirilir ki, fevralın 15, 16, 18, 19, 20 və 22-sində paytaxtda qarla müşahidə olunan hava şəraiti mümkündür. Ümumilikdə, mütəxəssislər hesab edirlər ki, Azərbaycanda 2026-cı ilin qışı klassik sərt qışdan daha çox mülayim və dəyişkən hava şəraiti ilə yadda qala bilər.